Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu gün sizlərlə bir yerdə Almaniyanın 1-ci Dünya müharibəsindən sonrakı dövrlərinə baxacağıq. İlk öncə qeyd edək ki, Almaniya 1-ci Dünya müharibəsinin sonlarına yaxın inqilabi böhran yaşayırdı. Bu inqilabi böhrandan çıxmaq üçün görülən ilk addımlardan biri hökumətin parlament qarşısında məsuliyyət daşıması idi və digər tədbir isə siyasi məhbuslara amnistiyaların verilməsi idi. Amma bu tədbirlər ölkəni inqilabi böhrandan çıxara bilmədilər. Ona görə növbəti addımlardan biri isə Kil hərbiçilərinin, hərbi dənizçilərinin ingilislərlə müharibə aparmasını istəyirdilər. Amma Kil hərbi dənizçilər bununla razılaşmırlar və 1918-ci ilin noyabr ayının 3-də üsyana qalxırlar. Tez bir zamanda bu üsyan bütün ölkəni bürümüşdü və Almaniyada Burca Demokratik İnqilabın başlamışdı. Almaniyada Burca Demokratik İnqilabının əsas iki dənə tələbləri var idi ki, bu tələblərdən biri Almaniyada monarxiyanın devrilməsi, digər tələbi isə Demokratik Respublikanın qurulması idi. Nəticədə Almaniyada Burca inqilabı qələbə ilə başa çatır noyabr ayının 9-da və Almaniyada monarxiya devrilir və respublika quruluşunun əsası qoyulurdu. Biz Almaniyanın 1-ci Dünya müharibəsindən sonra 1919-cu ildə Versal sarayında Antanta qüvvələri ilə müqavilə bağlandığını qeyd etmişdik ki, iyunun 28-də bağlanmışdı bu müqavilə və bu müqaviləyə əsasən Almaniya Elzas, Lotaringiya kimi sənaye müəssisələrini itirmişdi. Və bu müqavilədən bir az sonra biz Weimar şəhərində Müəssislər Məclisinin qərarına əsasən Almaniyanın konstitusiyasını qəbul etdilər və bu konstitusiya Weimar şəhərində qəbul edildiyi üçün biz bu konstitusiyaya Weimar konstitusiyası deyəcəyik. Və 1919-cu ildən 1933-cü ilə qədər olan dövrü isə Weimar Respublikasının dövrü adlandırırıq. Yəni 19-dan 30-a qədər olan dövr Weimar Respublikası dövrü adlanırdı. Weimar Respublikasının konstitusiyasına əsasən Almaniya federal quruluşlu, prezidentli və parlamentli respublika idi. Eyni zamanda Almaniyada qanunverici orqan Reichstag, dövlətin başçısı prezident, hökumətin başçısı isə Reichskansler idi. Və biz burada bir məsələni də qeyd etməyimiz lazımdır ki, Almaniyanın 1871-ci ildə qəbul etdiyi konstitusiyadan, yəni Weimar konstitusiya ilə 1871-ci il konstitusiyasının əsas fərqi ondan ibarət idi ki, Weimar konstitusiyasında biz demokratik azadlıqların öz əksini tapdığını qeyd edəcəyik. Yəni, məsələn, testlərdə gələ bilər ki, 71 ilə Weimar konstitusiyasının arasında fərq nədir? Biz deyəcəyik ki, demokratik azadlıqlar öz əksini tapmışdı Weimar konstitusiyasında. Demək, Almaniya iqtisadi böhrandan çıxmaq üçün ilk öncə Davos planı həyata keçirmişdi. Bu plana əsasən ABŞ-dan, İngiltərədən kredit borcları alırdı və bu borclar əsasında Almaniya 1924-29-cu illərdə iqtisadiyyatı inkişaf etmişdi və iqtisadiyyatın inkişaf etdiyi bu dövr biz qızıl dövr adlandırırıq. Həmin bu dövrdə 1925-ci ildə Lokarno konfransı keçirilir və bu konfransa əsasən Almaniya bərabər hüquqlu dövlət kimi tanınır. Almaniyanın Lokarno konfransında bərabər hüquqlu dövlət kimi tanınması 1926-cı ildə onun Millətlər Cəmiyyətinə daxil olmasına gətirib çıxarırdı. Biz əsasən 18-ci ilin noyabr inqilabları dövründə Almaniyada bir çox siyasi partiyalar yaranmışdı. Bu partiyalardan biri Nasist partiyası idi ki, Alman Fəhlə partiyası adlanırdı. Və bu partiyalar hakimiyyətə gəlmək üçün bir çox qiyamlar həyata keçirmişdi. Bunlardan biri də Nasist partiyası idi ki, 1923-cü ildə Münhendə Hitlerin başçılığı ilə pivəxana qiyamı həyata keçirmək istəyirdilər. Amma bu qiyamı həyata keçirə bilmədilər və Hitler burada həbs olunur. 5 il həbsdə olmalı idi normalda, amma cəmi 7 ay həbsdə qalacaqdı. Həbsdə qaldığı dövrdə isə bu günün məşhur əsərlərdən biri olan Mənim Müharibəm adlı əsərini həmin dövrdə həbsdə olan zaman yazmışdı. Həmin bu dövrdə, yəni böyük böhran dövrdə bir çox partiyalar, nasistlər, kommunistlər hakimiyyətə gəlmək üçün öz tərəfdarlarının sayını artırmaq istəyirdilər. 1932-ci ildə isə Nasist partiyası verdiyi vədlərə əsasən daha çox səs topladılar və Nasist partiyası hakimiyyətə 1932-ci ildə gəlmiş olur. Onların başçısı Hitler idi ki, hökumət başçısı olur və Reichskansler seçilirdi. Hitlerin gördüyü ilk tədbirlərdən biri, yəni prezidentə verilən təklif idi. Bu təklifə əsasən bu dövrdə prezident olan Hindenburg
xalq və dövləti müdafiə etmək üçün Weimar Konstitusiyasının öz əhəmiyyətini itirir və demək olar ki, Weimar Konstitusiyası azadlığı, yəni orada verilən bütün azadlıqlar ləğv olunurdu. Bu dövrdə Hitler 1933-cü ildə Almaniyada Nasistlər Partiyasından başqa bütün partiyaların fəaliyyətlərini dayandırır və biz Almaniyanın dərsin əvvəlində qeyd etmişdik ki, quruluş olaraq federal quruluşa əsaslanır. Federal quruluş o deməkdir ki, onun tərkibində müəyyən muxtar dövlətlərin olması idi ki, və nasistlər hakimiyyətə gələndə bütün bu muxtar dövlətləri ləğv etmişdi. 1934-cü ildə isə Hitler Hindenburg daha doğrusu vəzifədən gedəndən sonra, prezident vəfat edəndən sonra Hitler bütün hakimiyyəti ələ keçirir və Almaniyanın Führeri, yəni Almaniyanın rəhbəri adlanırdı. Və biz nasistlərin xarici siyasətinə baxsaq, xarici siyasətlərinin əsas məqsəd Birinci Dünya müharibəsində məğlubiyyətin əvəzini çıxmaq və dünya ağalığını qurmağa çalışırdı. Və Almaniyanın o hərbi məhdudiyyətlər var idi ki, biz Versal sülhündə demişdik ki, müəyyən hərbi məhdudiyyətlər var. O məhdudiyyətlərdən azad olmaq üçün 1930-cu ildə Millətlər Cəmiyyətindən çıxır. 1935-ci ildə Sar vilayətini ələ keçirir. 1936-cı ildə isə biz Versal sülh müqaviləsinə əsasən silahsızlaşdırdığımız Reyn bölgəsinə 36-cı ildə Almaniya, yəni nasistlər qoşun yeritmiş olurdu.